Salam, bugünkü dərsimiz ümumi tarixdən dərs 18 Böyük Səlcuqlu dövləti olacaq. Səlcuqlu dövlətinin Azərbaycan tarixində də keçmişik. Azərbaycan tarixinə əlaqəli bir sıx əlaqəli mövzumuzdur. Orada hansı ki 11-ci əsrin birinci yarısında Azərbaycanın Səlcuqluların yürüşləridir və Azərbaycandakı mövcud olan dövlətlərin asılı hala salınması və yaxud da süquta uğradılması və Azərbaycanın tamamilə Səlcuqlu dövlətinin tərkibinə daxil edilməsi hissəsi var. Burada isə ümumi Səlcuqlu dövlətinə baxırıq. Deyirik ki, Səlcuqlu dövləti 1038-1157-ci illərdə mövcud olmuşdur. Səlcuqlu dövləti birinci Toğrul tərəfindən yaradılmışdır. Birinci Toğrul üzrə 1038-1063-cü illərdə hakimiyyət olacaq. Səlcuqlu dövlətinin 3 paytaxtı olacaq. Birinci desək ki, ilk dövrdə 1038-ci ildə Nişapur olacaq, 1043-cü ildə Rey köçürüləcək, 1070-ci ildə İsfahana köçürüləcək. 3 dənə paytaxtı olacaq. Yadımıza saxlayaq. Səlcuqlular özləri deyir ki, Qınıq boyunlarında Oğuz, məşhur Oğuz tayfalarının Qınıq boyunu olacaq və bu dövlətin banisi, yaradıcısı Səlcuqun adından götürülür. Səlcuq baxaq görək özü kim idi. Səlcuq bəy Toqaq bəyin oğlu idi. Toqaq bəy isə Oğuz dövlətinin subaşı vəzifəsini tuturdu. Toqaq bəy öldükdən sonra Səlcuqların oğlu onun yerinə keçir, subaşı olur. Amma Oğuz yavrusunla Səlcuq bəyin münasibətləri pisləşir. Daha sonra isə Səlcuq bəy öz ordusundan, öz yanındakı insanlarla birlikdə köçüb Cənd şəhərinə gəlib, Cənd şəhərində məskunlaşırlar. Və Cənd şəhərində məskunlaşdıqdan sonra buradakı yerli əhalini öz tərəfinə çəkmək üçün İslam dinini qəbul edir Səlcuqlar və bundan sonra Səlcuqların türkmənlər arasında nüfuzu artmış olur. Səlcuq bəy vəfat etdikdən sonra bir də biz Çağrı və Toğrul bəylərin adını çəkirik. Çağrı və Toğrul bəy Səlcuq bəyin nəvələri idi. Onların dövründə Səlcuqlar Qaraxanlıda Qəznəlilərə qarşı mübarizə aparırlar, amma bunların hər iki dövlətə qarşı mübarizəsi uğurlu olub deyə bilərik. 1015-ci ildə Çağrı bəyin başçılığı ilə Bizansa kəşfiyyat yürüşü edirlər və ümumiyyətlə Naxçıvanda, Van gölü ətrafı ərazilərdə daha sonra bura gəlib özlərinə məskən salmaq üçün özlərinə yurt yerləri müəyyənləşdirirlər. Və deyirik ki, 11-ci əsrin 30-cu illərində isə Xorasan ətrafı ərazilər məskunlaşırlar. Birinci Toğrulun dövründə Səlcuqlar deyil, birinci Toğrul tərəfindən 1038-ci ildə Nişapur tutulur və Səlcuq dövləti yaranmış olur. Səlcuqlar 1038-ci ildə dövlət yaratdıqdan sonra bundan xəbərsiz olub, bu xəbəri eşidən Qəznəvi hökmdarı Sultan Məsud Hindistanlı idi və Hindistandan çox böyük ordu toplayaraq 1038-ci ildə Səlcuqlar üzərində yürüşə keçdi və onlar arasında 1040-cı ildə Danlayançan döyüşü baş verdi və deyir ki, Səlcuqlu ordusu daha az idi, Qəznəvi ordusu daha çox idi. Amma bu döyüşdə deyirik ki, Qəznəlilər məğlub olurlar, Səlcuqlar qalib gəldiklər. Səlcuqlar bu döyüşdə qalib gəldikdən sonra Səlcuqların nüfuzu da artacaq və həmçinin Səlcuqlar Danlayançan döyüşü nəticəsində 1040-cı ildə Xorasanı tamamilə ələ keçirəcəklər. Mərkəzi Asiyada Səlcuqların nüfuzu möhkəmlənəcək və həmçinin Səlcuqların Cənubi Qafqaza hücum etmək üçün şərait yaranacaqdır. Bundan sonra Səlcuqlar 1040-cı ildə Danlayançan qələbəsindən sonra Mərv qurultayı keçirilər. Mərv qurultayında Bizansa Cənubi Qafqaza yürüş etmək qərarlaşdırılır və eyni zamanda Toğrul bəy sultan elan olunur. Bunu yadımıza saxlayaq. Toğrulun sultan elan olunması Danlayançan döyüşündən sonra Mərv qurultayındadır. Yəni Danlayançan döyüşü baş verən zaman, Nişapur paytaxtı olan zaman, yəni dövlət yaranan zaman Sultan Toğrul deyil, Toğrul bəy idi. Yəni Səlcuqlu dövlətinin yaranması və Danlayançan döyüşü Toğrul bəyə aiddir, amma sultan isə olmuşdur Mərv qurultayından sonra. Daha sonra 1043-cü ildə Sultan Toğrulun dövründə paytaxt Reyə köçürülür. Məqsəd də hansı ki, yürüşləri daha yaxın məsafədən idarə etmək idi. Daha sonra deyir ki, 1054-cü ildə Cənubi Qafqaza yürüş edirlər. Cənubi Qafqaza 1054-cü ildə yürüş edəndə Azərbaycanda deyir ki, Rəvvadi, Şəddadilər dövlətlərinin asılı hala salınır. Eyni zamanda Şərqi Gürcüstan da onlardan və yaxud da Tiflis Müsəlman əmniyi də onlardan asılı hala düşür. Bundan sonra isə 1055-ci ildə isə Bağdada hücum edirlər Abbasi xəlifəsi üzərinə. Abbasi xəlifəsi üzərinə hücum etdikləri vaxtda orada daha da Abbasi xəlifəsinin etimadını qazanıb mənəvi cəhətdən öz dövlətini gücləndirmək və həmçinin Abbasiləri həm İslam Türk aləmində öz qüdrətini göstərmək istəyir Toğrul. Eyni zamanda Abbasi xəlifəsi onun qüdrətini, hökmdarlığını tanıyır və Abbasi xilafəti Səlcuqlardan asılı hala düşürdü 1055-ci ildə və bundan sonra deyir ki, Türk İslam aləmində əsas güclü siyasi hakimiyyət keçir Səlcuqların əlinə,
Abbas xəlifəsinin əlində sadəcə dini hakimiyyət qalmış olacaqdır. Deyir ki, nədir? Sultan Toğrul öləndə onun öz oğlu yox idi, onun qardaşı olan Alparslan 1063-cü ildə hakimiyyətə gəldi. Alparslanın əsas məqsədi, əsas vəzifəsi Oğuzların birliyinə nail olmaq idi. Oğuz mənşəli tayfaların, türk tayfaların birliyinə nail olmaq istədi. Amma deyir ki, əsas məqsəd isə Anadolu torpaqlarını ələ keçirməkdir. O ilk olaraq Gürcü, Erməni, Abxazların müdafiə etdiyi Tiflis, Ani, Qars qalalarını ələ keçirir. Bunların adları yoxdur, amma bunlar necə qarşımıza çıxa bilər? Qarşımıza çıxa bilər ki, Alparslanın ilk tədbiri, ilk tutduğu ərazilər, baxın bu formalı qarşımıza çıxa bilər. Və yadımıza saxlayırıq ki, birinci, hansı ki, Gürcü, Erməni, Abxazların müdafiə etdiyi Tiflis, Ani və Qars ərazilərini ələ keçirir. 1054-cü ildə Sultan Toğrulun dövründə Şəddadilər və eyni zamanda Rəvvadi asılı salınmışdır. 1065-ci ildə Alparslan Rəvvadi dövlətinə son qoyur. 1066-cı ildə Şirvanşahlarla mübarizə aparır və Şirvanşahları özündən asılı salır. Bunu yadımıza saxlayaq. 1066 və 1065-ci ildə. 1071-ci ildə Bizansla aralarında Malazgirt döyüşü baş verir. Deyib, Malazgirt döyüşündə Bizans hökümdarı, Bizans imperatoru Roman Diogen 300 min nəfərə yaxın ordu yığmışdı və hətta onun ordusunda ermənilər, peçeneklər, uz tayfalar vardı. Bu peçenek uz tayfaları, uz və yaxud da Oğuz tayfaları döyüşün ortasında gördülər ki, biz öz soydaşlarımıza qarşı müharibə aparırıq və keçdilər Səlcuqlar tərəfinə. Malazgirt döyüşündə Alparslan Turan taktikasından istifadə edərək deyir ki, qalib gəlmişdir. Və qalib gəldikdən sonra Bizans və Səlcuqlar arasında müqavilə imzalanır. Müqavilənin şərtinə əsasən Şərqi Anadolu həmişəlik türk torpağına çevrilmiş olur. Və həmçinin Bizans Səlcuqlara ağır şərtlərlə xərc verməyi öhdəsinə götürmüş olur. Burada dayanır. 1055-ci ildə Sultan Toğrul Abbas xəlifəsini özündən asılı salanda Abbas xəlifəsi Sultan Toğrula Şərq və Qərbin hökmdarı demişdi. Deməli, Sultan Toğrula Şərq və Qərbin hökmdarı. Amma Alparslan 1071-ci ildə Malazgirt döyüşünə qalib gəldikdən sonra isə Alparslanı deyəcəklər müsəlmanların xilaskarı və yaxud da ki, İslamın nuru deyəcəklər. Bunları yadımıza saxlayaq. Dedi ki, Bizansla müqavilə bağlayırlar, Bizans asılı hala düşür, Şərqi Anadolu bir dəfəlik həmişəlik türk torpağına çevrilmiş olur. Bundan sonra Alparslan 1072-ci ildə Qaraxan dövləti üzərində hücuma keçəndə burada sui-qəsd nəticəsində öldürülür. Bundan sonra hakimiyyətə Məlikşah gəlir. Məlikşahın dövründə deyir ki, Səlcuqlu dövləti çiçəklənmə dövrü idi, ən güclü dövrlərdən birini yaşamışdır. Bizansdan daha da ağır şərtlərlə xərac almağı başarmışdır, deyir ki, bu dövrdə. Daha sonra davam edir, deyir ki, Qaraxanlılarla mübarizə aparmışdır. Qaraxanlı ərazisindən Qaraxanlılar üzərində yürüş etmişdir və Qaraxanlı dövlətinə özündən asılı salmışdır. Qaraxanlılarla mübarizə aparması deyir ki, Alparslan və Məlikşah üçün oxşardır. Həmçində, indi birazdan deyəcəm, Sultan Səncərə də oxşardır. Həm Alparslan, həm Məlikşah, həm Sultan Səncər Qaraxanlılarla mübarizə aparmış olacaqdır. Daha sonra deyir ki, bunun dövründə, Məlikşahın dövründə Konya, Ankara, Suriya və Fələstin kimi ərazilər birləşdirilib dövlətə və dövlət siyasi cəhətdən öz ərazisini genişləndirir. Ankaranı, Konyanı tutur, Suriya və Fələstini tutur. Məlikşah dövlətin ordusunun gücləndirməsi üçün hərbi islahat keçirmişdir. Hərbi islahat keçirir və tayfa müxtəlifliyi əsasında ordu yığır. Və Səlcuq qoşununu qeyri-nizami ordudan daimi nizami orduya çevirir. Həmçinin iqtisadiyyatı gücləndirmək üçün vahid çəki ölçü pul islahatı keçirir. Tacirlərin xeyrinə olan bəzi qərarlar vermişdir. Yadımızda saxlayaq. Bundan sonra Məlikşah öldükdən sonra 1092-ci ildən sonra Səlcuqlu dövləti zəifləməyə başladı. Məlikşahın oğlanları hakimiyyət onunda mübarizəsi və bu dövrdə başlayacaq səlib yürüşləri Səlcuq dövlətinin tənəzzülünü sürətləndirəcək. Birinci səlib yürüşünə 1096-99-cu ildə Səlcuqlar səlibçilərə ciddi müqavimət göstərə bilmədilər və səlibçilər Suriyanı, Fələstini və Qüdsü ələ keçirirlər. Aralıq dənizinin Səlcuqlara aid olan hissəsinin böyük əraziləri deyir ki, səlibçilər ələ keçirir və Səlcuq dövlətinin tənəzzülü sürətlənir. Bundan sonra Sultan Səncərin adını çəkirik. 1118-1157-ci ildə hakimiyyətdə olmuşdur. Sonuncu böyük Səlcuq hökmdarı da deyə bilərik. Sultan Səncər Qaraxanlı və Qəznəvilərə qarşı uğurlu mübarizə göstərsə də, Monqol əsirli Qarakitaylara məğlub olur.
Daha sonra isə dövlət iki hissəyə parçalanır deyirik və Səlcuqlu, Böyük Səlcuqlu dövləti Sələncərin dövründə müəyyən dövlətlərə parçalanacaq. Onlardan birinin məsələn adını çəkə bilərik ki, Eldənizlər dövlətini deyə bilərik, Xəzərşahlar deyə bilərik, İraq Səlcuqlu Sultanlığı, Anadolu Səlcuqlu Sultanlığı, bunların adlarını çəkə bilərik. Müəyyən dövlətlərə parçalanır. Bunların hamısının dəqiq adını bilməsək də olar. Yəni bunlar tezdə konkret qarşımıza çıxmayacaq. Amma daha sonra deyirik ki, Sultan Səncərin 1157-ci ildə ölümündən Böyük Səlcuq dövləti süquta uğramış olur. Dərsən 9 Monqol və Qızıl Ordu dövlətindən davam edirik. Monqollar haqqında, Monqol dövləti haqqında düşəcək ümumi məlumat verək. Deyək ki, Monqol dövləti 1306-cı ildə yaranmış, 14-cü əsrin əvvəlisi süqut eləmişdir. Bunu dəqiq yadımıza saxlayaq. Yəni 1306-dan 14-cü əsrin əvvəl süqut etmişdir. Yəni biz Monqol dövləti deyəndə bu dövrləri əhatə edirik, bu dövrləri nəzərimizdə tutmalıyıq. Və bu dövlətin iki paytaxtı olacaq. Birinci paytaxtı Qaraqorum olacaq. Daha sonra Xoblay xan dövründə təxminən 1270-ci illərdə isə Pekin şəhərinə köçürülmüş olacaq. Monqol tayfaları haqqında danışaq. Görək Monqol tayfaları kimdir? Şərqdə Monqolları Moğollar adlandırırdılar. Qərbdə isə Avropalılar isə Monqolları Monqol adlandırırdılar. Biz də Monqollara Monqol kimi yanaşırıq. Deyək ki, Monqollar Göytürklərin məğlub etdiyi Jujanlar və yaxud Avarların varisləri hesab olunurdu. Monqollar 12-13-cü əsrlərə qədər ibtidai icma quruluşunda yaşamışlar. Daha sonra isə sosial bərabərsizliyin inkişaf etməsi, Monqol qəbilə quruluşunun dağılmasına, eyni zamanda sosial bərabərsizliyin inkişafı ibtidai icma cəmiyyətinin dağılmasına gətirib çıxardı. Və Monqollar ibtidai icmadan birbaşa feodal münasibətlərə keçən xalqlardan biri olmuşdur. Hansı ki, Monqollarda ibtidai icma cəmiyyəti dağıldıqdan sonra, yəni feodalizm münasibətlərin keçid mərhələsində hərbi başçılar və ordular, yəni tayfalar arası döyüşlər baş verdi və tayfalar arası münasibətlər döyüşlərin baş verdiyi anda həmin vaxtda həmin tayfalar özlərinə hərbi rəislər seçirdilər. Həmin rəislər Noyan və Bahadurlar adlandırılacaq. Çingiz xandan danışaq, deyək, Çingiz xan deyək ki, Kiyət qəbiləsinə idi. Onun haqqında ətraflı məlumat var, onu öyrənsək də olar, öyrənməsək də olar. Yəni konkret testlər bu konkret sual kimi düşmür, belə deyək. Amma sadəcə Kiyət qəbiləsinin olduğunu yadımıza saxlayaq. Daha sonra Çingiz xan müəyyən mərhələlərdən keçəndən sonra deyir ki, Monqol tayfaların Neriman və Çerayət tayfaları idi. Bunları özünə birləşdirir və hətta öz yaxın dostu Camuqanı məğlub edir, onu öldürür. Bundan sonra isə 1206-cı ildə onun qurultayında onu böyük xaqan elan edirlər. Və bununla da tarixdə ilk Monqol dövləti yaranmış olur. Bu dövlət Çingiz xanın adından götürülmüşdür. Deyir ki, Çingiz xan ilk dövrdə hakimiyyətə gələn vaxtda üsyanları yatıbdı. Mərkəzi hakimiyyətə tabi olmayanları qəti şəkildə onlara qarşı mübarizə apardı. Çingiz xan adətən kim tabi olmursa onu dərhal öldürtdürürdü. Qorxu şəklində insanları qorxutmaqla özünə tabi etməyə çalışırdı, deyə bilərik. Deyir ki, o güclü dövləti qurmaq üçün, dövlətin ərazisini genişləndirmək üçün güclü ordu yaratdı. Güclü ordunun onluq sistem əsasında formalaşmışdır. Onluq sistem böyük Hunlarda istifadə etmişdi bu sistemdən. Bu sistemə əsasən ordu onlara, yüzlərə, minlərə bölünürdü və onları onbaşı, yüzləri yüzbaşı, minləri minbaşı, tümənləri tümənbaşı idarə etmişdi. Və eyni zamanda deyir ki, tayfa eyniliyi prinsipindən imtina edir. Tayfa müxtəlifliyi prinsipi əsasında ordusunu qurmuşdur. Monqol ordusu əsasən atlı süvarilərdən ibarət idi. Nizədən istifadə edilmiş, nizə ilə silahlandırılmış atlı süvarilərdən təşkil olunmuşdur Monqol ordusunun böyük hissəsi. Daha sonra deyir ki, Çingiz xan bütün bu islahatlardan sonra böyük yasa deyil bir qanunlar toplusu hazırladı ki, həmin qanunlar toplusu əsasında da bütün orada belə islahatlar da orada yer almışdır. Qanunlar toplusu deyir ki, böyük yasa adlanır. Böyük yasa yarlıqlardan, yasaqlardan və nəsihətdən ibarət idi. Çingiz xan hərbi islahat keçirir, dövləti inzibati güclü dövlətin yaratdıqdan sonra işğalçılıq müharibələrinə başlayacaqdır. Və ilk olaraq 1207-ci ildə Monqol və Türk tayfalarını digər tabi olmayan Türk tayfalarını və Monqol tayfalarını özünə birləşdirdi. O cümlədən Sibirə və Türkistana yürüş etdi. O bu ərazilərə hara yürüş edirdisə, həmin əraziləri dağıdırdı, xalqları qorxudurdu və bunun üçün o həmin şəhərləri dağıdırdı ki,
əhali Monqollara müqavimət göstərmədən tabe olsun. Hansı şəhərlər ki, Monqollara müqavimət göstərdi, həmin şəhərlər demək olar ki, yer üzündən silirdi. Hətta tarixdə bir neçə fakt var ki, Çingiz xan bir neçə şəhəri tamamilə dağıdıb məhv etmişdi. Deyir ki, 1207-ci ildə ilk yürüşü Sibir və Türkistana və yaxud da Şərqi Türkistana olmuşdu. Bundan sonra isə 1211-15-ci illərdə Çinə hücum edir. Çinin bu hücum etdiyi vaxtda Pekini ələ keçirir və Çinin müəyyən hissəsini, şimal hissəsini özünə tabe edir. Amma biz burada demirik, paytaxtı Pekinə köçürmür. Nə də ki, bütün Çini özünə tabe etmir. Bunu yadımıza saxlayaq. Deyir ki, Çingiz xan Çinə hücum edir 1211-15-ci illərdə və Çinin sadəcə şimalını və Pekini ələ keçirir. Bundan sonra isə Mərkəzi Asiyanı ələ keçirmək üçün Xərzəmşahlarla 1219-21-ci illərdə mübarizə aparır və Xərzəmşahları da məğlub edərək Mərkəzi Asiyanı ələ keçirir. Mərkəzi Asiyanı tutduqdan sonra 1220-22-ci illərdə Cənubi Qafqaza, İrana kəşfiyyat yürüşləri olmuşdur. Biz bunu Azərbaycan tərəfindən öyrənmişik. Cənubi və Sabitxan başçılığının kəşfiyyat yürüşləri olacaq. Daha sonra isə bu əraziləri ələ keçirmək üçün mübarizə aparacaqlar. Deyilir ki, Monqol ordusu Cənubi Qafqazdan qayıdan zaman Dərbənd vasitəsilə şimaldan qayıdır və bu vaxt Kalka döyüşündə 1223-cü ildə Rus Qıpçaq qoşununda məğlub etmiş olurlar. Çingiz xanın yaxşı bir strategiyası vardı. İlk öncə işğal edəcəyi şəhərlərə, ölkələrə kəşfiyyat yürüşləri göndərdi. Bu kəşfiyyat dəstələri ticarət formasına, ticarət edən tacir formasına gedən insanlar da ola bilərdi. Bunlar hərbçilər də ola bilərdi. Birinci kəşfiyyat işləri görüldü. Daha sonra isə düşmənin qüvvələrini öyrəndik. Görək, biz işğal edəcəyimiz ölkədə vəziyyət necədir, ordunun sayı nə qədərdir, ordu harada formalaşıb, harada yerləşir, bunları öyrəndik. Daha sonra isə öz ordusundan gözlənilmədən düşmana hücum edirdi. Deyək ki, Çingiz xanın dövründə güclü Monqol imperiyası artıq beləlikdə çox böyük geniş ərazilərə sahib idi. Amma Çingiz xan dövlət ondan sonra davam etsin deyə öz sağlığında dövləti 4 oğlunun olduğu üçün 4 ulusa bölmüşdü. Və bu deyilir ki, Çingiz xan birinci və sonuncu səhvi olacaqdır. Bundan sonra Xublay xandan çəkilir. Xublay xan deyir ki, paytaxtı Pekinə köçürdü və eyni zamanda 1271-ci ildə bütün Çini də özünə tabe etmiş olur. Xublay xan deyir ki, bütün Çini özünə tabe edir. Amma Çingiz xan isə şimal Çini özünə tabe etmişdir. Bunları yadımıza saxlayaq. Çingiz xan Pekini tutmuşdu, Xublay xan Pekini paytaxta çevirmiş. Bunlar tezdə beləliklə qarşılıq olan məqamlardan biri olacaq. Və deyir ki, daha sonra Xublay xanın paytaxtı Pekinə köçürülməsi, Xublay xan Böyük xan idi. Böyük xanla digər uluslar arasında əlaqələr zəifləyir. Daha sonra isə 14-cü əsrin əvvəlində təxmini Monqol dövləti süquta uğrayacaqdır. Qızıl Ordu dövlətindən davam edirik. Qızıl Ordu sözü Monqolca çadır deməkdir. Qızıl Ordu dövləti Monqolların bir ulusu olaraq yaranmışdı və vaxtilə müəyyən bir dövrdə Cucu ulusu kimi də adlandırılırdı. Qızıl Ordu dövləti müəyyən mərhələlərdə yaranmış olacaq ki, deyilir ki, Qaraqoyun qurultayı keçirir 1235-ci ildə və Qaraqoyun qurultayında Cənubi-Şərqi Avropaya qədər və yaxud Günbatan ölkələrə qədər ərazilərin ələ keçirilməsi tapşırılır, Batı xana tapşırılır. Batı xan Çingiz xanın nəvəsidir. Deyir ki, Batı xan Cənubi-Şərqi Avropa ölkələrini və yaxud Avropa ərazilərini tabe etmək üçün hücuma keçir. Hücuma keçən zaman İdil Bulqarlarını, Rus knyazlıqlarını özünə tabe edir. 40-cı ildə Kiyevi tutur, bundan sonra Polşanı özünə tabe etmiş olur. 1241-ci ildə Polşa-Alman ordularını məğlub etdikdən sonra Macaristan və Çexiyanı ələ keçirir. Yəni Cənubi-Şərqi Avropanın müəyyən bir hissəsini özünə tabe etmiş olur. Daha sonra hücumlarını davam etdirmir, dayanır, səbəblər olacaq. Deyir ki, Böyük Monqol xaqanı ölür və Batı xan da o yeni Monqol xaqanı seçilməsində iştirak etməlidir. Bundan əlavə Batı xanın ordusu uzaq məsafə getdiyi üçün yorulmuşdu, daha da irəli getmək istəmirdi və həmçinin əlavə olaraq da Batı xanın özünə tabe etdiyi ərazilər var idi. Məsələn, Rus knyazlıqları olsun, Kiyev olsun, Polşa olsun, Macaristan, Çexiya olsun, müəyyən ərazilər olsun. Bu ərazilərdə Qızıl Orduya qarşı üsyanlar baş verir. Bunun üçün deyir ki, Batı xan dayandırır yürüşün, amma yeni Monqol xaqanın seçilməsinə də getmir daha sonra. Və deyir ki, 1243-cü ildə Qızıl Ordu dövlətini yaradır və Qızıl Ordu dövləti 1243-1502-ci illərdə mövcud olmuş olacaq.
Qızıl Ordu dövlətinin paytaxtı Saraybatı şəhəridir. Qızıl Ordu dövləti yarandıqdan sonra türklərlə qaynayıb qarışma prosesi sürətlənmişdir və eyni zamanda türk dili də burada istifadə edilməyə başlamışdır. Və deyir ki, ilk vaxtlar Qızıl Ordu dövləti Böyük Monqol xaqanından asılı olsa da, 13-cü əsrin sonlarından artıq Monqollardan, yəni Ali Monqol xaqanlığından asılığa son qoymuşdur. Qızıl Ordu dövləti tam müstəqil şəkildə fəaliyyət göstərmişdir. Özbək xan dövründə 1313-1342-ci illərdə Qızıl Ordu İslam dinini dövlət dini elan edir Özbək xan və bununla da Qızıl Ordu dövlətinə türkləşmə prosesi başa çatır. Daha sonra 1359-cu ildə Culci nəslinin dövrü sona çatır. Çingiz xanın başqa varisləri Qızıl Orduda hakimiyyətə gəlir. Qızıl Ordu hakimiyyət uğrunda mübarizə gedərkən bundan Rus yazıqları istifadə edir, asılıqdan çıxır. Hansı ki, Batı xan Rus yazıqlarını asılığa salmışdır. Rus yazıqları asılıqdan çıxır və Mamay xan öz ordusunu toplayaraq, Mamay xan Qızıl Ordu xanı deyildi, bunu yadımıza saxlayaq. Sadəcə sərkərdə idi. Qızıl Ordu qoşunlarını toplayır və Moskva knyazlığını özünə tabe etmək üçün, yenidən və ya da Qızıl Orduya tabe etmək üçün hücuma keçir. Kulkova döyüşündə məğlub olur. Moskva knyazlığı tamamilə çıxır Qızıl Ordunun tərkibindən. 1380-ci ildə Əmir Teymurun köməyindən istifadə edərək Toxtamış hakimiyyətə gəlir Qızıl Orduda və bundan sonra 1382-ci ildə Moskvanı tutaraq yandırır, Moskvanı özünə tabe edir. Amma hansı ki, Batı xan tamamilə Qızıl Ordu dövlətin birlikdə yaradan ərəfədə həmin vaxtlarda Rus knyazlıqlarını özünə tabe etmişdi hamısını. Bu Rus knyazlıqları ki, bu 80-cı illərdə Qızıl Ordunun tərkibindən çıxdı, Toxtamış xan Rus knyazlıqlarını tamamilə özünə tabe edə bilmədi. Yəni, müəyyən hissəsi Rus knyazlıqlarının yenə azad formada qalmış olacaqdır. Moskvanı 1382-ci ildə dağıtmışdı deyirik. Təbriz isə 1385-ci ildə dağıtmışdı, onu yadımıza salaq. Bundan sonra hansı ki deyirik ki, Toxtamış Əmir Teymurun köməyindən istifadə edib hakimiyyətə gəlsə də, Əmir Teymurun mülklərinə hücum edir və buna görə onlar arasında 1395-ci ildə Terek döyüşü baş verir. Terek döyüşündə Qızıl Ordu məğlub olur və ya da Toxtamış məğlub olur, Əmir Teymur qalib gəlir. Əmir Teymurun bu döyüşdə Qızıl Ordunun məğlub olması Qızıl Ordu dövlətinin tənəzzül prosesini sürətləndirir. Əmir Teymur Qızıl Ordunun şərq əyalətlərinin ələ keçirilmiş olur. Davam edirik. Daha sonra Əhməd xanın adını çəkərik. Əhməd xan deyir ki, yenə Qızıl Ordu Rus knyazlıqlarını özünə tabe etmək üçün 1480-ci ildə Moskvaya hücum edir. Bu zaman o Rus knyazlıqlarını tamamilə özünə tabe etmək istəyirdi. Tarxan vardı, imtiyazlı şəxslərdir, deyir ki, imtiyazlı şəxslərdir. Qızıl Ordu dövlətini idarə edən böyük xan adlandırılırdı. Qızıl Ordu dövlətində olacaq Ali Məclis və Dövlət Divanı olacaq. İki dənə formadan danışırıq. Ali Məclis bildiyimiz məşvərətçi orqan idi. Yəni, bütün dövlətlərdə olan məşvərətçi orqan vardı ki, Qızıl Orduda da fəaliyyət göstərdi, Ali Məclis. Dövlət Divanı deyilən bir orqan olacaq. Bu, icra edici orqan idi. Baxın, Dövlət Divanı ali icra orqanı idi. Ali icra edici. Dövlət Divanı ali icra edici orqan olacaq. Bu icra edici orqanı idarə edəcək olacaq burada baş vəzir və bəylərbəyi. Baş vəzir mülki işlərə baxacaqdır, bəylərbəy isə hərbi işlərə baxacaqdır.